Salam uşaqlar, bugün cimlə işləyirik və audio mətnimiz 6-cıdır. Deməli, birinci dinləyirik, ondan sonra tərcümə edirəm və suallarımıza cavab veririk. Və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Başlayaq. Шахматы – интеллектуальная настольная игра со специальными фигурами. Игра проводится на доске, которая делится на 64 равные квадратные клетки. В эту игру играют по определенным правилам. На всех соревнованиях игру регулирует судья. В шахматы играют два человека на одной доске. Но в эту игру могут играть и группы игроков друг против друга. Есть еще и сеансы одновременной игры. Один сильный игрок играет с несколькими противниками, с каждым на отдельной доске. Родина шахмат – Индия. История шахмат насчитывает около 1500 лет. С середины XIX века проводятся международные соревнования. Сначала проводились игры только между сильнейшими шахматистами из разных стран. Но вскоре стали проводить международные турниры с участием многих шахматистов. Шахматы популярны и в наши дни. Во второй половине прошлого века в мире началось развитие компьютерных шахмат. Сначала шахматисты побеждали компьютеры, но уже в конце прошлого века компьютер победил в матче чемпиона мира. Сегодня специалистам стало ясно, что компьютер играет в шахматы лучше человека. На сегодняшний день шахматные турниры также проводятся и в интернете, в онлайн-режиме. Belə uşaqlar, indi gəlin mən tərcümə edim, görək söhbət burada nədən gedir. Deməli, şahmatlar xüsusi fiqurlarla oynanılan intellektual masaüstü oyunudur. Oyun, deməli, 64 bərabər kvadrat xanaları bölünmüş bir lövhəyə keçirilir. Bu oyun müəyyən edilmiş qaydalar əsasında oynanılır. Bütün yarışlarda oyunu hakim idarə edir. Şahmatı bir lövhə üzərində 2 nəfər oynayır. Lakin bu oyunu oyuncu qrupları da bir-birə, deməli, qarşı oynaya bilər. Həmçinin sinxron, yəni eyni vaxtda oyun seansları da mövcuddur. Güclü bir oyuncu, deməli, bir neçə rəqibə hər biri ilə ayrı-ayrı lövhələrdə, deməli, oynayır. Şahmatın da vətəni Hindistandır, bilirsiniz. Şahmatın tarixi təxminən 1000 yarım il əhatə edir. 19-cu əsrin, deməli, ortalarından etibarən beynəlxalq yarışlar keçirilir. Əvvəlcə, deməli, oyunlar yalnız müxtəlif ölkələrin ən güclü şahmatçıları arasında keçirilirdi. Lakin qısa müddətdən sonra bir çox şahmatçının, deməli, iştirakı ilə beynəlxalq turnirlər keçirilməyə başladı. Şahmatlar bugün də populyardır. Keçən əsrin ikinci yarısında dünyada kompüter şahmatının inkişafı başladı. Əvvəlcə, deməli, şahmatçılar kompüterləri, deməli, məğlub edirdilər. Lakin artıq keçən əsrin sonunda, deməli, kompüterlər, belə deyək də, dünya çempionu maçda məğlub etdi də. Lakin deyir, artıq keçən əsrin sonunda kompüter dünya çempionunu maçda məğlub etdi. Bugün, deməli, mütəxəssislərə aydın oldu ki, kompüter şahmatı insandan daha yaxşı oynayır. Hazırda, deməli, şahmat turnirləri internetdə, onlayn rejimində keçirilir. Gəlin, indi başlayaq. Bizim sualımız belədir. Определите основную мысль текста. Əsas ideyası. Burada söhbət nədən gedirdi? Gəlin, baxaq. Впервые игра в шахматы появилась в Индии. Шахмат oyunu ilk dəfə Hindistanda yaranmışdır. На шахматных соревнованиях 2 человека играют на одной доске. Şahmat yarışlarında eyni lövhədə 2 nəfər oynayır. Дальше. Развитие компьютерных шахмат в мире началось в 20 веке.
Deyir ki, dünyada kompüter şahmatının inkişafı 20-ci əsrdə başlayıbdı. Şахматы – древняя интеллектуальная настольная игра, популярная в наши дни. Şахmat bu gün də məşhur olan qədim intellektual stolüstü oyunudur. Şахматы всегда играют по определенным правилам. Şахmat həmişə müəyyən qaydalara uyğun oyun alınır. Və əlbəttə ki, biz başa düşdük ki, D variantı burada əsas ideyadır da. Şahmat bu gün də məşhur olan qədim intellektual stolüstü oyundur. Так, 32-də. Укажите неверное утверждение. Yəni, mətnə uyğun olmayan, düz olmayan. Так, судья регулирует все соревнования по шахматам. Deyir ki, həkim bütün şahmat yarışları tənzimləyir, düzdür. Раньше игры проводили только между сильнейшими шахматистами из разных стран. Deyir ki, əvvəllər oyunlar yalnız müxtəlif ölkələrin ən güclü şahmatçılar arasında keçirilir. Sonra, во время сеанса одновременной игры один игрок играет с несколькими шахматистами. Eyni vaxtda keçirilən oyun zamanı bir oyuncu bir neçə şahmatçıya qarşı oynayır, düzdür. Дальше. Kompüter никогда не побеждал чемпиона мира по шахматам. Deyir, kompüter heç vaxt şahmat üzrə dünya çempionunu məğlub etməyib. Məğlub edibdir, deməli bizdə bu düz deyil. Дальше. Шахматная доска делится на 64 равные квадратные доски. Şahmat taxtası 64 bərabər kvadrat hücrə deməli kletkasına belə deyək də bölünür. Так, bu düzdür. 33-də. Определите верный ответ на вопрос. Когда в шахматы стали играть в онлайн-режиме в интернете? Deməli, burada belə bir sualdır uşaqlar. Deyir ki, şahmatı nə vaxt onlayn rejimində, deməli, oynamağa nə vaxt başladılar insanlar? Və biz bilirik ki, mətnə görə indiki vaxtda da belə deyək. Со второй половины 20 века, 20-ci əsrin ikinci yarısından, с конца прошлого века, ötən əsrin sonlarında, в наши дни, bəli, indiki zamanda, во время сеансов одновременной игры, во время игры сильнейшая yox. C variantı burada düzdür. 34-də. Дополните предложение словами из текста. В шахматном матче победу над чемпионом мира компьютер смог одержать. Kompüter deməli, şahmat maçında dünya çempionunu məğlub etməyə bacarıb və nə vaxt deyə biz mətndə necə yazılıbdır? Şu konca proşlava vekada, yəni ötən əsrin, belə deyək də, ötən əsrin sonunda da belə deyək. Gəlin onu da yazaq. Так, bu şekilde yazırıq. Уже в конце прошлого века diye. Дальше, от 35-dən. Напишите ответ на вопрос. Что в наши dni поняли специалисты? Bu günləri ekspertlər nə başa düşdülər? Nə başa düşdülər? Kompüter играет в шахматы лучше, чем человек. Kompüter insandan da yaxşı şahmat oynayır. Düzdürmü? Ya da yaza bilərsiniz ki, наше время специалисты поняли, что компьютер играет в шахматы лучше человека. Yəni, iki cür yazdım sizə. 36-da. Напишите одно прилагательное из текста, которое характеризует слово фигуры. Figura, yəni figurlarda. Əlbəttə ki, spesialные figurы deyə. Yəni, xüsusi figurlar. Spesialные figurы. Какие spesialные deyə. Deməli, sifətin sonluğu bu şəkildə olmalıdır. Так, belə uşaqlar, sağ olun, görüşərik.